Deyin görək. Müşfiqə sən də zəhmət olmasa da görək Hə. hab nədir? Necə? Hab nədir? Necə bir qurğudur? Bu axmaq qurğuda deyirlər, qovşaqdır. Hı Buradan -hı. qovşaq vasitəsilə informasiya paylanır, amma deyir ki, burada məsələn konkret bir kompüterə getmir, eyni anda məlumatlar bütün kompüterlərə gedir deyə axmaq qurğu deyirlər. Hı. Ümumiyyətcə hub mərkəzdə olan bir dənə qovşaqdır. Ətrafındakı olan kompüterlərə məlumat ötürür. Bəli, A kompüteri, B kompüteri hamısına məlumat ötürür. Sadəcə axmaq Amma qurğu ünvan niyə tanımır. deyirlər? Ünvan tanımamağına görə. Məsələn, burada A kompüteri isə digər B, C, D-dirsə, haba məsələn əmr verilir, göstəriş verilir ki, A-ya məlumat ötürülsün. Ünvan tanımadığı üçün hamısını ötürür. Buna görə də hub axmaq qurğu adlanır. Bu kim idi bircə saniyə adlara baxım. Leyla bir dənə səsi açıb. Açıqdır səsin. Bəli. Aha, elə deyəndə körpü ilə marşrutlayıcının fərqi nədir? E, körpü Aha. bütün Körpü və marşrutlayıcının fərqi yox, nədir? iki dənə M1 idi, marşrutlayıcı biz demişdik. Marşrutlayıcı da ikisi Aha, də dedim MM açar eşit. Marşrutlayıcı sözü. MM idi, körpünün açar Bəli, sözü bəli. MM idi. Bəli. Körpünün isə MP idi deyəsən. Yox, elə yox. Belə yadda saxla da. Deyirik ki, ümumiyyətcə çeviricilər, switchlərin iki növü var. Körpü və marşrutlayıcı. Körpü müxtəlif topologiyalı, Müxtəlif. lakin eyni protokolludur. Müxtəlif Amma topologiyalı, eyni protokollu. digəri həm Marşrutlayıcı müxtəlif müxtəlif topologiyalı, müxtəlif müxtəlif topologiya. protokollu. Hər ikisi Protokol. müxtəlif olanda bax. Həm topologiyası, həm protokolu müxtəlif olanda mı oradan yadda saxlayın ki, marşrutlayıcıdır. Biri müxtəlif, biri eyni olanda körpüdür. Körpü. Mənə deyin görüm. Təkrarlayıcılar, repeaterlar nədir? Necə bir qrupudur? Təkrarlayır da özünü təkrarlayır. Elə bil 100-dürsə onun 100-ü 100 olur. olur. Aldığı Aha, qədər ötürür. ümumiyyətcə repeaterlar kabellərə qoşulan bir qurğudur. Uzaq məsafəyə yüksək ötürmə sürəti üçün istifadə olunan qurğudur. Məsələn, repeaterlardan, təkrarlayıcılardan nə üçün istifadə olunur? Bir dənə kabel var. Bura repeater yerləşdirilir. Buradan 100 metr məsafəyə ötürəcək qədər Uzaq gücü varsa, məsafə. sürəti varsa, repeater aldığı qədər də ötürür. 100 alıbsa 100-dür, üstünə qoyub ötürürlər ki. Bu da olur Biz 100. sual cavab Yüzləndirir, eləyirik, bir də yoxsa ötürür. testlərə baxırıq? Yox, sual Sual cavab cavab. edəcəm. Mehriban da sual verin. Kimli sual verin? Mənəm sual verəm, mehribandır. Hə, Mehriban sual cavab bunu keçmişəm deyə sual cavab eləyib testlərə baxacağıq, testlərin səhvlərinə. Sonra qlobal keçəcəm. Hə, tam başa Yəni düşdüm. testdə olduqları şeydi deyib, bir dənə sual cavabına gedək hələ. Aha. Sonra mənə deyin görüm. Şülüz. Keçən dəfə dedim, Mehriban bayaq sən dedim bunu incə. Şülüz. Şülüzdən bu sual düşmə ehtimalı var demişdim. Şülüz nədir? Lokal şəbəkəni qlobal şəbəkəyə çevirir, yəni ona çıxışını təmin edir. Aysa, ümumiyyətlə şülüz müxtəlif tipli şəbəkələr arasında əlaqə yaradır. Həmin o müxtəlif şəbəkələr əsas müxtəlif tipli şəbəkə olmağıdır. Müxtəlif tipli şəbəkələr arasında əlaqə yaradır. Ən əsas cümləsi bəli, Mehriban dediyi kimi, lokal şəbəkənin qlobal şəbəkəyə çıxışını təmin edən bir qurğudur. Modem nədir? Necə bir qurğudur? Modem Hansı funksiyaları var? şəbəkələri giriş-çıxış Çıxış çıxış qurğusuydu. Həm analoq olanı rəqəmsala analoqa Bəli. çevirir. Bəli, Demodul. ümumiyyətlə deyək ki, Dem modulyasiyadır. ha, burada giriş-çıxış qurğusu deyəndə iki dənə şey gəlir adam ağlına bu mövzuda. Bir, şəbəkə kartı. Şəbəkə kartı hardware mövzusuna demişdik ki, kart olanlar giriş-çıxış qurğusudur. Şəbəkə kartı giriş-çıxış qurğusudur. Kompüteri şəbəkəyə qoşmaq üçün istifadə olunan bir qurğudur. Modem də hardware mövzusunda qısa bir nəzər demişdik ki, giriş-çıxış qurğusudur. Modem nə edir? Bunun sınaqda bir dənə sual var idi, yadınıza düşürsə hardware sınavında. Modemin funksiyası nədir deyəndə şey vermişdi. İnternet nə bilim nəyi, nə bilim şəbəkə nəyi. Modem elə bir şey deyil, çevirici qurğudur. Orada da yadınızda sualı yazmışdıq ki, çevirici qurğu. Dedim, lokalda keçəcəyik bunu. Modem çevirici bir qurğudur. Burada analoqdan rəqəmsala, rəqəmsaldan isə analoqa çevirir. Modulyasiya, demodulyasiya Demodulyasiya. deyilir buna. Və çevirici bir qurğudur. Mənə deyin görüm. Leyla sən də görək. Transfer nədir? Transfer və işçi stansiyalarının yoğun koaksial kabellərə, Bəli. şəbəkə adapterlərinin bir Bəli. hissəsini də qoşan şəbəkə Bəli, bəli. adapterin bir hissəsi. Transferlər işçi stansiyalarını yoğun koaksial kabelə qoşan bir qurğudur, qoşur. Mehriban səs aç görək. Bəli. Konnektor nədir?
Qəşəng sualdır. Aha, qəşəng cavabı gəlsin. Amma bilmirəm. Nə müəllimə? Sən de Konnektor. Nərgiz, konnektor nədir? Bilmirəm. Birləşdiricilər idi də müəllimə o. Hə? Yox, yox, Nazik. birləşdir. Yox, o terminatorlardır. Hə, Bir sən dənə bir şey deyim. Şəbəkə kartı ilə birləşdirən Yox, yox, kabel. birləşdir. Birləşdirən Əsas bir şey yadda kompüter saxlayın nazik ki, kabellər. yox, Aşkar edildi o. konnektor deyəndə bir şey yadda saxlayın ki, konnektor kabel deyil. Burada ən çox kabellərdən, şnurlardan gedir söhbət. Konnektor kabel deyil. Konnektor deyəndə ağlınıza bizə gözünüzün qabağına necə bir şey gəlsin. Belə ucluqlar olur, dəmir ucluqlar kabelin ucuna taxılır. Televizorun falan arxasında da görürsünüz. Hə. Bax, konnektor bu ucluqdur. Konnektor neyini? Nazik kabellər gələndə, nazik kabellərin o taxılası yeri, məsələn, belə loru dillə izah edirəm sizə. O, məsələn, bir qurğuya taxırsan, bu, nə deyirlər ona? Televizorlarda falan olan aparatlar. Ona taxırsan, görürsən bu nazik kabeldir, düzdürmü? Nazik kabelin o tam o oyuğa eyni ölçüdə olmadığı üçün konnektordan istifadə edirsən. Nazik kabelləri bax taxırsan bura, bu konnektor başlıqdır, ucluqdur. Deyirik ki, nazik kabelləri şəbəkə kartı ilə birləşdirən kabel başlığına nə deyilir? Konnektor Konnektorlar. deyilir. Aha. Birləşdirən, Leyla, sənin bayaq dediyin birləşdirənlər Hə, terminator. birləşdirici yazmışdım yazım. Birləşdiricilər terminatorlardır. Terminatorlar neyinir? Açıq kabellərin şəbəkəyə qoşulmasını təmin edir. Açıq qalan bütün yerləri, kabeldə açıq qalan Yerləri bütün yerləri toplamaq. toplayır, birləşdirir, ondan sonra istifadəyə verir. Bu zaman niyə bu proses baş verir? Enerjinin bitməməsi üçün. Açıq qalan yerlər artıq enerji israfına sərf olunduğu üçün terminatorlar o açıq yerləri toplayır ki, enerji bitməsin. Bir dənə bir şey soruşuram. Soruş. Transfer nə oldu? İşçi İşçi stansiyalarını yoğun yoğun kabellər. koaksiyel kabelə qoşur. İşçi stansiyalarını Nə kabelinə? yoğun koaksiyel Koaks. kabel. Koaksiyel. İndi koakselin nə olduğuna gəlirik. Hə, tamam. Koaksiyel nədir Mehriban? İlə onu sən dedim. Bilmirəm axı mən. Bax, Səhvləri aşkar eləyən deyil. bayaq səndən danışanda dedin ki, bu mövzunu keçmişik, ona görə dedim bəlkə bilərsən. Yox, bilmirəm. Koaksiyel yüksək sürətli, şey değil. ən yüksək sürətli Kabelin bir növüdür. Kabellə mis Aytacın özəlliyi. Aytacın səsi zəif gəlir deyə mən heç vaxt Aytacı işləmirəm. Yok Aytac, ben bayaqdan səsim çıxmırdı ona görə. Yox, Birazdan açdım. səsin zəif gəlir o birilərə baxanda. Ya bilmirəm, sənin səsin elədir, ya telefonundan əzab var. Mən bir aydır sənin səsi bu tepdə eşidirəm. Belədir. Aytac, İndi koaksiya nə oldu? kabelin neçə yüksək növü var? sürətli təkrarlayıcı kabel idi, hə, Bax, koaksiyel. ümumiyyətcə, bax, Kabelin deyirik üç ki, növü var. burasından bir dənə təkrar keçək. Aytac, kabelin neçə növü var? Kabelin 3 növü var. Əla. Birincisi burulmuş mis nakillər, Okey. sonra koaksel, bir də Mis lif özəllikləri. üzəri optiklər var. Okey, əla. Bax, cümləyə təkrar verirəm, birləşdirirəm. Kabellərin 3 növü var. Birinci növ kabellər burulmuş mis naqillər də deyirlər, burulmuş cüt kabellər də deyirlər. Burulmuş cüt yazını yadda saxlayın elə. İkinci, koaksel kabellərdir. Mis özəkli Mis koaksel kabellər. 3, fiber optik, yəni lifli optik də deyirlər buna. Lifli. Fiber optik, optik də deyirlər buna. Bu kabellərdir. Onlar bir şeylə bölünür. Ekranlaşdırılmış, ekranlaşdırılmamış. O gəlirik, O burulmuş oraya gəlirik. kabellər. Oranı qatma. Bu ücə kabelin 3 dənə növü var. O kabellərin içərisində olan şeydir, gəlirik ora. Birinci danışırıq burulmuş cüt naqillərdən. Dedim ki, burulmuş cüt naqillər soruşulacaq 2 dənə sual tipi, 3 dənə sual tipi var. 1. Burada neçə cüt kabel var? Cüt Dörd deyilsə 4 cüt kabel var. Burada Belə nə bir sıra? səsçi. Bax, burada Cəmi cütü səkkiz. soruşur səndən. Neçə dənə cüt var? 4 dənə. 4 cüt. Yox, Hərəsində cütü 2 yox. dənədir. Cütü yox. Naqilin sayını soruşsaydı, hər cütdən 2 dənə Səkkiz. çıxırdı, 8 dənə naqil var idi. Cüt yox, naqil desəydi 8 naqil var. Çünki hər cütdən 2 dənə çıxır naqil. Ümumi 4 dənə cütsə 8 naqil olur. Deyirik ki, burulmuş cüt kabellərin 2 növü var. Ekranlaşmış, ekranlaşmamış. Ekranlaşdırılmamış. Qoruya bilirsə ekranlaşdırıb, qoruya bilmirsə Nədən ekranlaşdırılmamış. qorumadan gedir söhbət? Xaricdə Elektromaqnit. maddələrdən, elektromaqnit Bəli. şüalardan qorunma varsa da Şüalardan. ekranlaşır. Artıq elə düşünün ki, onun üzərində bir dənə ekran var və bu xarici maneələr gəldiyi kimi qayıdır. Qoruyur artıq. Bəli, qoruyur. Daxil ola bilmir. Qorunmursa Ekranlaşmamış ekranlaşmamış. isə artıq bu ekran yoxdur, ekranlaşmayıb. Bu maneələrdən qorunma azdır. Bu maneələrdən, bu elektromaqnit şüalar artıq buna təsir göstərir. Bunun bu
forması. Bir də ən əsası bu sualda, mövzuda düşəcək şeylər demişəm sizə. Bax, düşəcək ümumi lokal şəbəkədə düşmə ehtimalı olan suallar deyirəm sizə. Bir, bayaq dediyim şlüz haqqında. Lokal şəbəkənin qlobala çıxışını təmin edir. Bunun düşmə ehtimalı var. Transiverlərin, konnektorların nə olduğunu soruşulma ehtimalı var. Transiver nə idi? İşçi stansiyaları yoğun Stansiyaları yox. Konnektor nə idi? Nazik kabelləri qoşan Nazik başlıqlar. kabellərin qoşulu. Bu üç dənənin soruşulma ehtimalı yüksəkdir. Sonra nə soruşula bilər sizə? Dördüncü düşmə ehtimalı olan şey deyirəm sizə. Burulmuş cütlər nə vasitəsilə qoşulur? Bu ümumi. RJ45 başlığı. Bəli, keçən dəfə dediyim kimi vurulmuş cüt naqilləri qoruşmaq üçün RJ şəbəkə qoşmaq üçün RJ45 uzunluğundan istifadə olunur. RJ45, Aha, RJ45. RJ45. Ekranda yazdığımı görsən, Ekranda yazılan. Tamam. RJ45. Bu naqilləri qoşmaq üçün RJ45 uzunluğundan istifadə olunur. Bu kabelin əsas xüsusiyyəti budur. Gəlirik ikinci kabelə. Koaksiyel kabel. Koaksiyel kabel də mərkəzə keçən dəfə demişdim. Bir dənə qalın, bir dənə metal hörgü olur və bunun arxasında belə hörgülər olur. Bu tip bir kabeldir. Mərkəzin naqildən və kənarlarına hörgüdən ibarət bir kabeldir. Bunun əsas Yeddi xüsusiyyəti nədir? Nədir? 7 dənə hissəsi olan deyil idi o. Yox. Yox, səhvdir. Nəqis qarışdırma bir dəqiqə. Demirsən ki, Təkrarlayıcıdan istifadə olunurdu. Uzaq Aysa, əsas xüsusiyyəti nədir? Koaksiyel kabelin quruluşunu sənə soruşmayacaq orada. İşte bilmək istəyirsənsə, metal ümumi hissədən, mərkəzi naqildən və metal hörgüdən ibarət. Yəni mərkəzdə bir dənə naqil var, kənarlarında metal hörgü var. Bu düşməyəcək burada. Əsas düşən nədir? Transiverin əsas xüsusiyyəti nədir? Transiverdə deyirəm, üzr istəyirəm. Koaksiyelin əsas xüsusiyyəti nədir? Koaksiyelin əsas xüsusiyyəti nə idi? Nazik. Transfer yox. Mən transfer sözü dilimə düşürəm. Təkrarlayıcı. Təkrarlayıcı. Repeaterlardan. Təkrar. Repeaterlardan. Bax, dedim ki, bax, əsas xüsusiyyət kimi niyə götürülür? Dedim, repeater təkrarlayıcı bir qurğudur. Ortaya Müsbət salırsan, olduğu sürətdən ötürür. Artıq sürətini artırır, məsafəni artırır. Koaksiyel kabelin özü yüksək ötürməyə malikdir. Burada koaksildə bu transfer deyirəm mən hələ. Dilimdə qalıb o söz. Koaksil. Repeaterlardan, təkrarlayıcılardan istifadə olunmur. Bu da xüsusiyyətdir də, çünki niyə? Repeaterlar əlavə xərcdir. Koaksiyel kabeli işlədirsənsə, orada təkrarlayıcıya ehtiyacın yoxdur. Özü yüksək sürətlə ötürür. Əlavə xərcə girib, repeater almağa, təkrarlayıcı almaqda ehtiyac yoxdur. Bu onun bir xüsusiyyətidir. Koaksiyel kabeldə iki dənə şey var, ölçü 0,5 ilə 1 sm. Aha, 0,1 Nazik santimetr olan nazik, yəni elastik. Yoğun olan. 1 santimetr olan yoğun, yəni bərkdir. Bu düşməyəcək. Koaksiyel kabeldə ən çox soruşulma sual budur. Xüsusiyyəti nədir? Repeaterlardan, yəni təkrarlayıcılardan istifadə olunmur. Olunmur. Özü yüksək ötürmə sürətinə Olunmur. malikdir deyə bu sürət artıran, məsafə artıran qurğuya ehtiyac yoxdur. Optik lifli kabellərin ən düşəcək üçüncü növümüz optik liflidir. Düşmə ehtimalı nədir optik liflidə? Optik Sürətli olmaq. liflidə işıq siqnalları vasitəsilə gedir. Bax, işıq siqnalları. Artıq bu kabelin daxilindəkilər işıq siqnalı ilə gedir. İşıq siqnalı deyəndə ağlınıza işıq sürəti sözü gəlsin. İşıq Ona sürəti. görə ən sürətlisi bu idi. Həmişə dedim ki, işıq siqnalı deyən kimi işıq sürəti gəlsin. Ona görə ən sürətli kabelimiz lifli optiklərdir. Optik lifli kabellərdir. Burada işıq siqnalları vasitəsilə gedir. Bunu yazın. Fiber optiklər, optik lifli yazın, eyni şeydir. Qabana yazın işıq siqnalı. Bu düşmə ehtimalı olan bir şeydir. İşıq siqnalları gedir deyə o daha sürətlidir. Ən mənfi xüsusiyyəti odur ki, bunu yazmasanız da olar. Çox həssasdır. Baha. Artıq tez deyəsən qırılır. olursa. Çox həssas budur. Başqa ümumiyyətlə burada Xərci də çoxdur da mənim. ümumiyyətlə qırılır deyə sən onu dəyişmək məcburiyyətində qalsan axı tez-tez. Bir də mən demişdim iki yerə bölünür. Bir modalı, çox modalı. Çox Ona modalı. inanmıram düşər. Düşərsə deyək gəl bir Multimoda. dəfə də təkrarlayaq. Bir modalı, çox Bilir. modalı. Kabelin daxilindəki işıq siqnalları eyni istiqamətdə gedirsə bir modalıdır. Kabelin daxilindəki siqnallar hərəsi bir istiqamətdə gedirsə, biri bu istiqamətdə, Çox biri bu modalı. istiqamətdə, bu çox modalıdır. Bir istiqamətdə gedirsə bir modalı, çox istiqamətdə gedirsə, hərəsi birində gedirsə çox modalıdır.
İstifadə olunan zaman bir modaldan istifadə olunur. Çünki bunlar bir istiqamətdə gedir deyə toqquşma ehtimalı azdır. Toqquşma ehtimalı yoxdur. Az deyəndə yoxdur. Bunlar toqquşmur. Daha güclü kabeldir. Bu isə zəif kabel adlandırılır. Çünki hərəsi bir istiqamətdə gedir. Toqquşma ehtimalı var. Və o kabelin artıq xəsarət görmə ehtimalı var daxildən. Ona görə Hı. çox modalı çox istifadə olunmur. Bir modalı çox istifadə olunur. Bir də uzaq Məsələn, məsafəyə deyəsən ötürə bilmir də müəllimə, hə? Məlumatı. Məlumatı niyə ötürə bilmir? Həssas olduğuna Məsafəsi görə. azdır, 2 kilometr falan. Məsələn, lokalda ümumiyyətcə məsafə hamısında azdır. Ümumi lokal Azdır. şəbəkədə gəlin əvvəldən də bir-iki sual cavab eləyək. Biz axırdan başladıq sual cavaba. Hı. Ümumi deyirik ki, kompüter şəbəkəsi iki yerə bölünür. Lokal, LAN, qlobal. bax, Qlobal. LAN lokal şəbəkə, W ilə də yazılan qlobaldır. LAN Aha. lokal şəbəkə yaxın məsafə şəbəkəsidir. 1-2 kilometr arasındakı məsafədə ötürmə yaradır. W ilə yazılan qlobal isə uzaq Uzaq. məsafə şəbəkəsidir. Artıq Məsafələr qlobaldır. ötürülür. Regional və yerli olur Bəli, orada. ətraflı bu haqqda məlumat verəcəm birazdan. LAN, sən necə bir dənə universitet fikirləş, universitetin içərisində qoşulan kompüterlər. Yaxın məsafədə hamısı. LAN-ın qlobala Bəli. baxanda üstün cəhəti nədir? Kompüterlər Tez bir-birinə yaxın olduğu üçün, məsafə az olduğu üçün daha sürətli olur. Ötürülmə. Rabitə kanalları ediyor. Neydi böyle bir şey? Rabitə Hə, kanalları. yüksək səviyyəli rabitələr. Hə, yüksək səviyyəli rabitə kanallarının olması, daha yaxın olduğu üçün, məsafə qısa olduğu üçün daha Qısadır. sürətli hərəkət getməsi, orada sürətli baş Nasazlıqları verməyi. tez tapır. Bir də ən deyir. əsası, Böyle ötürülmə şəbəkədə bir dənə səhvləri var. kompüterdə nasazlıq olursa, ümumi şəbəkənin işi dayanır. Qlobal olan zaman bunu tapa bilmirsən ki, hansı kompüterdədir. Biri var bir şəbəkəyə 1000 dənə kompüter qoşulsun, bir var 10 dənə. Onun içindən tapmaq daha rahatdır da. Plus da ki, Regional olur. Olabiliyor. bəli, lokal şəbəkədə, yəni məsafə az olduğuna görə oradakı kompüterin sayını dəqiq tapa bilirsən. Nasazlıq harda olduğunu tapa bilirsən, tez aradan qaldırırsan. Yəni daha rahat və daha sürətli bir şəbəkə növüdür. Qlobaldan indi danışacağıq. Məsələn, bir dənə region düşün. Yəni, məsəl üçün bu regiona aid olan gör nə qədər kompüter var şəbəkəyə qoşulmuş olan. Bu nasazlığı tapıb aradan qaldırmaq təbii ki də vaxt aparan bir şeydir və daha qəlizdir. Burada başqa nələr qaldı? Standartları bir Nərgizə səs atanda qrupa dedim. Standartlar zamanı Temelli kaldı. O bir şeydi. Neydi o kaldı? deyəcəm, Modeli. OC modellərini də deyəcəm indi. Broadcasting Standartlara dedim qaldı. ki, Şin 3 hərfdir, 802.3 oradan Hı. yadda saxlayın. Halqa 5 hərfdir, 802.5 oradan 8.5. yadda saxlayın. O Bir də cədvəldə başqa var idi topologiya. Testdə qabağımıza çıxdı ki, hansı məsələn aiddir. Topologiya. Topologiya elə 3 növü biz öyrənmişdik, amma deyəsən daha çox Ya növü var. ulduz baridir. Ulduzdur, halqadır, bir də Şin. Üçdür. Ulduz, Ağacvari halqa, Şin 3 bilirsə, olur o. onlar artıq onun Ağac da var modelləridir. orada. O Nə artıq idi? modellər. Ağac da var. Onu qlobal şəbəkədə daha ətraflı keçəcəm sizə. Burada çoxdur, o haqqda məlumat verilmir. Qlobal şəbəkədə daha ətraflı keçəcəm birazdan. Realiasiya modeli ağacvari, yəni şaxələnən bir model var. Ağacvari, iyerarxik deyilir sistem. Realiasiya var, şəbəkə var, şəkillər forması. Onu birazdan qlobalda keçəcək ətraflı. O bura aid danışacaq. Ona narahat olmayın. Gələk OC səviyyəsindən də danışaq. OC-nin neçədən səviyyəsi var Mehriban? 7. Mən burada sakitcə qulaq asıb qeyd edirəm. Yaxşı, sakitə başla çalışaq. Nə olmasa sonra zəng elə soruş, yaxşımı? Tamam. 7 müəllimə ən üstünü şey idi. Tətbiqi səviyyə idi. Diğeri ise fizikiydi. Aşağı Deyək ki, səviyyə. OC modelinin 7 dənə səviyyəsi var. Ən yuxarı səviyyəlisi tətbiqidir. Fiziki. Ən aşağı səviyyəlisi isə Fiziki. Fiziki. Səviyyə idi. indi mən sizə açar sözlərini deyəcəm. Siz mənə deyin ki, hansı səviyyəsinə aiddir? Aha. Aha. Tətbiqi nə idi? Sistematik. Semantikanın təyini. Ha. Bir də sizə şey də öyrədim mən bu gün. Magistratur məsələlərini də öyrədim. Onlar Buyurun. qlobalın içərisində yadıma Yəni düşmüşdür. deyə bilərik, ən aşağı səviyyəsi hansıdır? Fiziki. Fiziki. Bəs Fiziki. ən Tətbiq. Tətbiq. Tətbiqi. tamam, Bax, burada sağ ol. soruşur Mehriban. Məsələn, sənə deyir ki, bu suallarda var idi. 11. sualda soruşurdum. Bax, məsələn, birinci sualda OC-nin ən yuxarı səviyyəsi hansıdır? Tətbiqi. 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 Bax, bu tərəfdə məsələn 11'de uyğun aşağı soruşurdum. bir dənə də sual var idi. Aşağını soruşur səndən. 11, 11, Fiziki 11. var idi, 11. yazmışam onları. Ən aşağı səviyyəsi hansıdır? Fiziki. Fiziki. səviyyə. Fiziki. Bildin Mehriban sual nə tip soruşulur? Hə, bildim. Bir də müxtəlif dediniz, onları da deyin də yazaq.
Açar Kanal, sözlərin qısa-qısa seans. bunlardan soruşurum. Onunsa təkrarladısa mən yazdıracağam, narahat olma. Tam Mənə yekun. deyin Yəni görüm. indi kanal, seans, müəllim o Yo yo etdə yo, nümayiş. elə getmirik. Mənə deyin. Demə. Yuxarı və aşağı səviyyə arasında əlaqə. Dialoqun Seans. yoxlanması hansı səviyyədə idi? Seans. Bəli, seans. Ortasındakı Seans, Deyirəm, seans. qeyd eləyərsiniz. Seans yaz, qarşısına yaz. Yuxarı aşağı səviyyə arasında əlaqə. Dialoqun yoxlanılması. Seans. Aha, bu seansdır. Semantika hansındaydı? Tətbiqi. Bəli, semantika tətbiqi. Bitlər ardıcıllığı hardaydı? Fiziki. Fiziki. Bəli, bitlər ardıcıllığı fiziki. Kadrlara bölünmə, səhvlərin tapılması. Kanal. Nümayişdə Kanal, Kanal səviyyəsi. Bəli, kanal. Kanal. Sonra sintaksis səhvlərin yoxlanılması, sintaksis. nümayiş. 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 Və bunlar ümumiyyətlə əsas düşənlər bunlardır. Bunları bilməyiniz kifayətdir. Başqa sənə keçmişəm. Mən bir dənə çatdırmadım. Seans, Nəqliyyat. bitlər, kadrlar, Seans sintaksis bir dənə deyil. yuxarı və aşağı əlaqələr dialoq idi. Bax, Dialoq hansı idi? yuxarı və aşağı səviyyə arasında əlaqə. Dialoqun yoxlanması seansdır. Bunu yazdın. Hə, bunu yazmışam. Semantika yaz, qarşısına yaz tətbiqi. Tətbiqini soruşsa semantikadır. Açar sözün semantikadır. Fiziki. Bitlərlə. Fizikini soruşsa bitlərdir. Sintaksisdə nümayiş. Nəqliyyatdır. Tətbiqi nə idi? Tətbiqi semantika. Antika. Hə, tamam, Semantik. çox sağ ol. Tətbiqi semantika. Bitlər Şəbəkənin ardıcılığı. Bitlər ardıcıllığı fiziki. Bax bu modeldir hamısı. Bitlər ardıcıllığı fiziki. Nə qaldı demədiyimiz? Kanal qaldı. Kanalda kadrlara bölünmə. Şəbəkənin Kadrlara hamısını yazdım. Всё. Sü, de bunlar. Burada da əlavə şəbəkəni filan soruşmurlar. Şəbəkə paketlərinin ötürülməsi kimi baxılır. İstəyirsən yaz hər ehtimala qarşı. Şəbəkə paketlərinin ötürülməsi, və nəqliyyat da var idi də mənim. bəli. nəqliyyat da etibarlı yaz biləsən. Etibarlı şəkildə ötürülmə. Bir də nəqliyyatı da etibarlı yaz. Sü. Başqa, Təşkil bir də mənə deyin görüm, broadcasting nədir? Broadcasting. Hə, Eyni anda Məlumatı ötürülmə eyni vaxtda ötürən məlumat. bəli. Bəli. Şəbəkəyə Tıkla- qoşulmuş kompüterlərə məlumatın eyni anda Sig- ötürülməsinə broadcasting deyilir. Sualda 35-ci sual. Broadcasting nədir? Eyni anda ötürmə. Cavab olur hansı variant? B variantı. B Eyni variantı. zamanda göndərilməsi. 32-də nədir cavab? 32-də şlüs. Şəbəkə kompüter bir-birlə D variantı. D variantı. Lokal şəbəkənin qlobal Qlobal şəbəkəni qlobal D. Birləşdirən kompüter. Başqa nə bilim belə suallar. Nəsə sualınız var testdən 60 sualdan. Var Mənim idi. 15. Gəlin suallarınızı 12. bax, ondan sonra keçin. 12 məndə də qalır. 12? 12. 12. 12, 15. 12. Məndə də. Mən 29. 40-a qədər olan şeyini atmışdım. Baxmamısınız sonra. Heç baxmamışam, özüm vurmuşam, öz ağlımla vurmuşam. Yox, baxmamışdım. mən. 40-a qədər var idi o. Amma istəsəz oradan baxarıq, sonraki suallara. Yox, ümumiyyətlə orada da müzakirəli gedirdim. Deyə dedim baxmağınız problem deyil. Əsas sonradan baxın. 60-cı sual. 60 dənə test yəni ümumiyyətlə burada 40-ını atmışdım. 12-ci sual. Aşağıdakılardan hansı FTD şəbəkə idi o. arxitekturası? Aiddir. Mənə baxın. Arxitektura standartdır. Arxitektura standartdır. Mən standartları atmışdım sizə. Bax adlarını sayıram yenə. Ethernet. FTD. Bax standartları atmışdım sizə keçən dəfə. Yadınızdadır. Demişdim. Var bu. Bax, Oldu bu. arxitektura yenə deyim sizə. Diqqətlə qulaq asın mənə. Arxitektura standart deməkdir. Standartla arxitektura eyni sözdür. Standartları keçən dəfə demişdim. Təkrarlayıram gör hansı uyğun gəlir. Ethernet. 6 dənə standart var, arxitektura var. Ethernet. Fast Ethernet. Token Ring. FDD. Anylan. ArcNet. Hansı uyğun? FTD. FTD. Yox, 6 dənədir. Ethernet, Fast Ethernet. Token Adı. Ring, FDD. Anylan, ArcNet. Bəli. A. Ethernetlə Fast Ethernet bu ikisi Şin aiddir. Şin topologiyasının standartıdır, arxitekturasıdır. Token Ringlə FDD halqaya aiddir. Halqanın standartlarıdır. Anylanla ArcNet
ulduzundur. Bunları da qeydinə apararsınız daha sonra. Deyin görüm sonra sualınızı. 15. 15 də iyi idi də. Sənə cədvəli verib hazır formadasan. Sadəcə uyğunluq qurasan. Bax, birinci işçi stansiyasına aid olanlar hansıdır Nərgiz? Gəl variantlara bax, belə düzlap istəyirsənsə. Şəbəkənin normal işini dəstəkləyən, şəbəkənin normal işini dəstəkləyənlər şəbəkə operatoru adlanır. Biri yazırsan burada, şəbəkə operatorunun qarşısında. Serverə qoşulan hər bir kompüter, serverə, mərkəzi hissəyə qoşulan hər bir kompüter işçi stansiyası ya da klient adlanır. İkini yazdım bura. Lokal şəbəkəyə birləşmə sxemində topologiyalar Topologiya. vasitəsilə birləşdirir. 2, 3, 1 ardıcıl gedir. Variant olur Y hansı? var. İyi variant. Deyin Təşəkkür. sualınızı. 26. 26-ya qədər sual yoxdur. Haydi. Mənim var 23. 23. 23-ə qədər sual yoxdur. Yox. Səndən bax, açar verib sözü. B-dir də elə Nə Cavabı şəbəkən verib deyir. sənə. Lokal B-dir. şəbəkə resursu. Şəbəkədə resurs deyir Şəbəkə sənə. S. Şəbəkə Şəbəkə. deyirsə Şəbəkədə. şəbəkə alır. Şəbəkə əməliyyat sistemindən gedir söhbət. Açar Əməliyyat sözü. Şəbəkə. Cavab olur hansı variant? B variantı. Bəli. Hansı sual? Baxaq bir də. 26 demiş. Bax, bu bir sən nədir? Bir yax dediyim Adı da. şeydir. İyarxikdir. Ağac var. Bax, bu ulduzdur. Mərkəzdə bir dənə Ha, var. o ulduz idi. Ulduz O formasında biri. İkinci birləşir. halqa var idi. Bu Halqa halqada, var idi. halqa formasında Ağac. birləşir. Bəli. Bunu bilməm. 7-də bax, bir dənə kabeldir. Kabellə sağdan soldan Ağac. birləşirsə şindir. Bu bir O, sən hə, nədir? şin. Bunu sualı verən kimdir? Mən idim. Müşqa, yadında belə saxla. Bu hamı görüb də, yəni bir yerdə qarşımıza çıxıb ailə ağacı olur, yuxarıda qoyur, sonra şaxələyir. Bəli. Hə, Bax, ailə ağacına oxşamır. oxşuyur. Oxşuyur. O qarışıq olmur müəllimə. Nəyə oxşuyur? Qarışıq. Elə şəkillər ən asandır deyə mənimə. Qarışıq deyil axı. Bax, başda biri var. Bax, məsəl üçün deyirəm. Baba, o oğlu, bu oğlu. Onun 2 oğlu var, bunun 2 oğlu. Hə, Məsələn, elə də Uşaqlar da hə, ağaçvari, ailə ailə ağacıdır. ağacı deyirlər də buna. Ağaçvari. Bir də bunun ikinci adı da iyarxikdir. Onu da yazın. Ağaçvari Yar. iyarxik desə də bilin ki, Hiyerarxik. ağaçdır. İyarxik. İyerarxik deyirlər. Hiyerarxik. Aha. Mehriban 19-u de görün mənə. O 19. Regulator nə üçün istifadə olunur? Gələn siqnalı Repeater. gücləndirir, Repeater ötürür. Mehriban. Təkrarlayıcı nə üçün istifadə olunurdu? Siqnalları gücləndir. Gələn siqnalı gücləndirib yenidən ötürür mənimə. Nəysə, bax gəldiyi qədər ötürür Mehriban. S. Siqnalı gücləndirir, 100 alıbsa, gücləndirib Gücləndirir. 100 də ötürür. Nə verir? Gələn siqnalı Gelir. gücləndirib ötürür. Tamam. Tamam. Deyin yarım sayımızı. Mən bir dənə 29. yuxarı qaldım. 29. Yo, aşağı baxdım. Yuxarı dedim. Hə, 29. Əgər şəbəkədə bütün kompüterlər eyni hüquqa malikdirsə, bu necə adlanır? Ağaçvari. Ay, Niyə? 29, yox, bir A, bir ranklı. Ağaçvari sözünün kilidini astıq artıq. Yuxarıya baxdım Hər şey müəllimə. transfer dediyim mi? Malikdirsə. Bir ranklı. Artıq bax bir şey, bunu keçən dəfə demişdik, deməmişdik, bilmirəm. Eyni hüquqa malikdirsə bir ranklı, Bir ranklı, müxtəlif çox rank, əgər deyəsən, hərəsinin müxtəlif hüququ varsa, biri aşağı, biri yuxarı, çox ranklı olur. Və çox asandır, ranklı. eyni hüquqa malikdirsə bir ranklıdır. Bir ranklı. Fərqli hüquqlara malikdirsə çox ranklı. Hı -hı. Onu bayaq dedik deyəsən, nəysə sual cavabdı da. Yox, səhv eləmirəmsə bir modalı, çox Deyəsən, modalı deyirdik. nəysə oxşar Fiber bir şey optik demiş. içərisində olub. Mehriban, Otuzda bir da sual gəlmə. deyib bir dənə mənə. Bir dənə Mehriban desin bunu. Görüm tam tuta bilib. Mehriban, bir dənə Hansını? bax. Fizikin açar sözü nə idi? Fiziki səviyyənin açar sözü. Ən aşağı. Yox, fiziki ən aşağı səviyyədə. Açar sözü nə idi? Yazmışdım. Semantik. Bitlər. Cavab hansı olur? Fiziki neçə yazılır? Bitdə Hə, var. bitlərin ardıcılığı. Açar sözü Ye. nə idi? Bit. Bit. Hı. Deyin sualınızı. 30. Məndə də qalıb 30. Bax. Onu eləmişəm onu. Onu Yenə dedizdə deyirəm. rəqəmi bayaq B Şin variantı. 3 hərfdir. 3 hərf olanı götürsən 802.3. O birisi də beşdə Halqa var beşi. dediyinə baxma. Söhbət halqadır da. Halqa Beş. neçə hərfdir? 5.
8 Beş. 2 Deyə də 5. götürürük. 5 olanı götürürsən. Deyin Hı. sualınıza. 33-ə baxa bilərəm. 33. Sualı verən kimdir? Mən. Aşağıdakılardan hansı lokal şəbəkələrin çatışmamazlıqlarına aid deyildir? Bax, sənə deyir ki, çatışmamazlıq. Nərgiz, səndə çatmayan şey sənin mənfi xüsusiyyətindir, düzdürmü? Bəli. Səndə bax hal-hazırda bir şey varsa, o şeyin çatışmırsa, o sənin mənfi xüsusiyyətindir. Bu da deyir ki, sənin mənfin olmasın, müsbətin olsun. Xərclərin hamısı mənfidir. Sən müsbət Hamısında da axtarırsan. xərc var burada Xərcləri belli silirsən. deyil. Harda xərc gördün, bax silirsən. Çünki xərclərin nə qədər Xərc xərcin çoxsa, o sənin mənfi xüsusiyyətindir. deyil Geriyə deyil. qalır hansı variant? Y. E variantı. Eyvallah. Bu qədər sadə. Təşəkkür. Deyin, sualınızı səsim gelir 41. birazdan. 34-ə də baxa bilərik. 34. Bəli. 34 sonra 40-a qədər sual olmasa 40-a baxarıq. Lanın fərqləndirici xüsusiyyəti. Nərgiz, sənə deyirəm ki, sən qrupda bu xüsusiyyətinə görə fərqlənirsən. Aha. Bax, bu xüsusiyyətinə görə fərqlənirsən. Artıq fərqlənirsənsə digərlərinə baxanda bir şeyin daha yaxşıdır da, düzdürmü? Bu da deyir ki, fərqləndirici olmayan, yəni yaxşı olmayan xüsusiyyətini tap. Yüksək ötürmə sürəti Yüksəkləri yaxşıdır. silirik hamısını. Yüksəkləri Yaxşıları götürürük. silirsən, pisi səsləyirsən. Ötürmə Ötürmə səhvi də səhvlər. düzdür. Səhvin çox olmağı. Səhvin çox olmağı Deyil. sənin üçün yaxşı bir şeydir. Xeyr. Burada ötürmə sürəti demir, ha, ötürmə səviyyəsi demir. Ötürmə səhvləri deyil. Yəni nə qədər səhvin varsa sən o qədər pisdir. Deməli yaxşı Çox sağ ol. deyil, bir variantı. Bəli. Sən sağ ol. Deyin sualınızı. 41. 40 deyildi bir deyəsən. 40-ı kim dedi? Mən demədim, Çox amma məndə qaldı. asandır müəllimə. Yox, Hə, mən elə- 41 demişdim. Hə, Bayaq. Yedi elə bildim ulduz. 40 demisiniz ona görə. 40-da ulduzdur. Ortada bir dənə Ulduzdur. kontur, kənarlarında Qıraqda düzdür. balacaları. Aha, 41. Ethernet şəbəkəsini bu da əzbərləməli cədvəl idi. Bunu atmışdım sizə. Hə, 10. Ethernetdə nə qədər idi? 10. Ethernetdə 10 idi. Onu idi. Fast internet deyəndə 100 idi. 100 idi. Burada da 10 internet deyirsə neçə olacaq? Axırıncı addımı məntiq qrupuna şəkil odur. Hə, Ethernet, orada. fast internet 100-dür. Fast daha 100. sürətli. 2 qatı kimi düşünün. 10 ona vuranda 100. Deyin sualınızı. 42. 42. Aha. TCP-dir mi? Bunu keçməmişik. Bu niyə burada verilib bilmirəm. Qlobal şəbəkənin sualıdır. Bu indi keçəcək bunu. IP, TCP, FTP, SMTP bunlar hamısının protokolları indi keçəcəyik. Bu protokollara aid olanlardır. Bəli, Səhv. protokollardır. Əsas protokollarımız hansıdır? IP-dir, TCP-dir. SMTP ilə FTP elektron poçt protokoludur. Bunlar keçəcəyin hamısı. Deyəcəm birazdan. Buradan 46-47. Elə 46 da o da SMTP pod. 46. SMTP, POP3 nə bir şeydir? Burada sənə deyir ki, hansı səviyyəsində istifadə olunur deyir sənə. Bu elektron poçt protokollarıdır. Elektron poçtlar hansındaydı? Tətbiqi. Elektron Tətbiqdə idi. tətbiqdə idi. Bax, gəl cədvəldə də göstərim elektron poçt söhbətini. Tədbiqin Mən oxudum qarşısına onu. bax. SMTP, IMP, POP3. Bax buna. Bəli, bəli. Yəni ondan da Bu protokolları da onda əzbərləyək gərək. protokol indi birazdan keçəcəm. Çox əzbərləməli bir şey yoxdur. 4-5 dənə protokol deyəcəm, onu yazın. Qalanları lazımsız. Ondan Əsasları deyəcəm birazdan. Narahat olmayın. Onları yazın, vəsiyo. Onları əzbərləyin. Kitabda hər gördüyünüzü əzbərləyin. Mənim yazdıqlarımı əzbərləyin, vəsiyo. 47-də də nümayişdir İnformatika onlar. məlumatı olmaq istəyirsinizsə əzbərləyin. Yoxsa belə lazımsız imtahanda düşməyəcək. Neçə, Nərgiz? İstəmirəm. Sağ ol. 47. Sintaksi sardaydı. Sintaksis nümayişdə idi də. Nümayişin açar sözüydü. Bəli. Semantika nəyin açar sözüydü? Semantikada Tətbiqi. kanalın idi. Peki. Yoxsa tətbiqi. Semantika deyilsə tətbiqi. Semantika Məndə yazılacaq. 46-da olsa Mehriban yazdırdım bir. Semantika nəyin açar sözüdür? tətbiqini. Sağ ol. Mən vurmuşam onları. Deyin görüm sualınızı. 51, 52. Məndə də var. OSD modelinin hansı səviyyəsi dialoq idarədir? Bir hafta dedim dialoq.
Diyaloq Diyaloq. Kanaldaydı da desin. Yox, seansda. Seans. Bax, cümləni belə yazdırmışdım. Cümləni belə demişdim. Yuxarı və aşağı səviyyə arasında əlaqə, diyaloqun yoxlanması. Diyaloq hardaydı? Seans. Seansda. Seansda. Diyaloq nəyin açar sözüdür? Seansın. Deyin sualınızı. 52. Arknet. Bax nə Ulduz dedim? idi. Baba bax dedim ki, Ethernet, fast internet. Bu ikisi şimdi. Sonra nə Şimdi. gəlirdi? Arknetdə də Yox, sonra nə gəlirdi? Nə gəlir? Ethernet, fast bak. Ethernet, fast internet. Bu ikisi şimdi. Token ring, FDD. Bu ikisi halkadır. Enilan, bir de Arknet. Bu ikisi de ulduzdu. ulduz. Şimdi burada Arknet ne olacak? Ulduz. Ulduz. Burada Ethernet deseydi, fast internet deseydi Şin. Token ring, FDD deseydi halka. Enilan, Arknet değilse ulduzdu. Deyin sualınıza. 53. Kompüter şəbəkəsində ən az neçə kompüter olmalıdır? Ən az Neçə? 2 dənə olar da yəni. En En az az iki iki olmalı. Nərgiz, 2 olmalıdır. söhbət eləmək üçün ən az neçə nəfər lazımdır? 2. 2 nəfər. Şey. 2 nəfər olsun ki, ən az qarşılıqlı danışma olsun da. Burada da 2 dənə kompüter olsun ki, ən az deyirsən, ən çoxu tapanmarsan olsun da. Ən az 2 Başa- dənə olmalıdır ki, Müəllimə, qarşılıqlı ən əlaqə çox olsun. nə qədər sayda olsa olar? Yəni, 5'ti də. kilometr arasında 5 də ola bilər, 10 da ola bilər, 15 də ola bilər. Çox ola bilər də yəni. Mən sən deyirəm, natural ədədlərdən ən yüksək tapa bilsən, yox, sonsuz saydadır. Yəni, mütləq bu İnternet- olmalı deyə bir şey yoxdur. Deyin Bu sualınızı. internetdə Şin idi də, C idi. 54 də C. Bəli, Ethernet, bax, bayaq nə dedik? Ethernet, fast internet Şinə aiddir. Yəni deyirəm, tokenlik, FDD halqa, Enilandan Arknet, ulduz. Deyin 55 sualınızı. ekranlaşdı. Ethernet müəllimə koaksil kabellərdən ibarət idi də. Necə? 56 ne olur? Hansını desən? 55. 55-i? 55 C idi də, hə? Koaksildən ibarət idi. Bəli, bəli. 56 Sıfır şəbəkəsi nədir? götürmə mühiti koaksildən ibarətdir. 56. Hə. Birləşmə sxemi necə adlanır? Topologiya. İstər. Topologiya. Topologiya. Şin topologiyası danışırıq bayaqdan. Ulduz topologiya adlanır. Sorry. Deyin sualınızı. Bitdi də. 57 57 dənə deyir. Ne Mən oldu? də Kompüter necə adlanır?